olaraq Göyçay şəhərində ənənəvi nar festivalı keçirilib. Artıq 16-cı dəfə təşkil olunan festival yerli sakinləri, qonaqları, eləcə də yerli və xarici iş adamlarını bir araya gətirib. Tədbir çərçivəsində narla bağlı müxtəlif yarışlar və müsabiqələr, xalq sənətkarlığı nümunələrinin sərgisi və bölgəyə məxsus mədəniyyət elementləri ziyarətçilərin böyük marağına səbəb olub. Festivalda yerli mütəxəssislər də, daha doğrusu müəssisələrdə istehsal olunan təbii nar şirələri və müxtəlif nar məhsulları təqdim edilib. Ziyarətçilər rayonun 30-dan çox kəndinə məxsus nar və nar məhsullarından ibarət sərgilərlə tanış olublar. Bundan əlavə, festival çərçivəsində kitab sərgisi, xalq sənət nümunələri, əl işləri və qədim sənət növləri nümayiş etdirilib. Sort narımız var. Vələs nardır, gülöşən nardır, ağ şirin nardır. Həm sərgidir, həm də satış üçündür. Qiymətlərimizə münasibdir. Bir madəlli qəpikdən tutmuş 4-5 manata kimi. Nar şərabı, nar suyu, nar doşabı, nar giləsi. Həm satışa çıxartmışıq, həm sərgiyə çıxartmışıq. Çoxlu qonaqlarımız gəlir, xarici turistlər gəlir. Çox razıyıq, əhval-ruhiyyəmiz qalxır, yaxşı olur. Həm satış eləyirik, həm belə münasibətdə oluruq, tanış oluruq, yaxından isti, mehriban münasibətlər görürük. Çox yaxşı keçirilir festival. Yəni belə festivallarda həmişə çalışırıq, iştirak eləyək. Hansı rayonlarda, hansı şəhərlərdə olanda, Azərbaycanın hansı şəhərində olsa biz belə festivallarda iştirak eləyirik.